Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve bihi nesta'in. Ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Nisa suresinin 59. ayesi itaat ayesi ile tanınır. Aye belədir. Ya eyyühellezine amenu ati'ullah ve ati'ur rasul ve ulil emri minkum. Ey iman gətirənlər, Allaha itaat edin. Allahın Resuluna itaat edin və sizdən olan əmr sahiblərinə itaat edin. Bu ayənin birinci hissəsidir ki, əsas mövzumuz bu ayənin bu hissəsindədir. Bu ayə ya eyyuhəllezina amanu xitabı ilə başlayır. Yəni o şəxslərə aiddir ki, artıq o şəxslər etiqad mərhələsini keçib, yəni Allaha iman mərhələsini keçib və əməli mərhələdədirlər. Yəni Allaha iman gətiriblər, Allahın buyurduqlarına, Peyğəmbərə iman gətiriblər. Əməli mərhələdə Allah onlara xitab edir. Ya eyyuhəllezina amanu. Ey iman gətirənlər. Sanki iman gətirənlər üçün artıq vəzifələrin, əməli vəzifələrin təyin olunmasıdır. Və həmçinin ya eyyuhəllezina amanu xitabı Mədinədə, yəni Peyğəmbər ki Məkkədən Mədinəyə hicrət etmişdi, Mədinədə nazil olan surə və ayələrin xüsusiyyətlərindəndir. Yəni, ya eyyuhəllezina amanu ilə başlayan ayələr və ya surələr Mədinədə nazil olan ayə və surələrdir. Ayə haqqında danışarkən ən birinci məsələ odur ki, biz gərək itaət məsələsinə aydınlıq gətirək. Yəni, itaət nədir? İtaətin həddi varmı? Və yaxud da ki, itaət deyəndə nə nəzərdə tutulur? Birinci buna aydınlıq gətirmək lazımdır. İtaət sözünün lüğəti mənası taə feilindəndir. Əmrə tabe oldu, ona tabe oldu, boyun əydi, qəbul etdi, razılıq verdi mənalarındadır. Özdə elə bir tabe olmaq, elə bir boyun əymək, elə bir razılıq vermək, elə bir əmrə tabe olmaq ki, onun müqabilində niyə, nə üçün, nə səbəbə sualları vermədi. Yəni, əgər bu hökm, bu söz Allahdandısa, Peyğəmbərdəndirsə, itaət mütləq şəkildə vacibdir. Yəni, boyun əymək mütləq şəkildə vacibdir. Yəni, niyə, nə üçün demədən, şərt olmadan. Ayədə Allaha itaət, itaəti-ullah, Peyğəmbərə itaət, əti-ur rasul və ulil əmr, yəni sizlərdən olan əmr sahiblərinə itaətdən bəhs olunur. İndi həm Allah, həm Peyğəmbər, həm də ulul əmr itaət məqamında eynidir. Çünki ayədə bir-birinin ardınca deyir və heç bir şərt qoymadan, yəni Allaha itaət edin, Peyğəmbərə itaət edin, sizdən olan əmr sahiblərinə itaət edin. Hər üçünə itaət məqamında eynidir. Ki, buna Qur'anın ayələri də, başqa ayələr də buna dəlalət edir. Ki, bir çox ayələrdə Allah buyurur ki, hər kim Peyğəmbərə itaət etsə, artıq Allaha itaət etmişdir. Məsələn, Nisa surəsinin 80-cı ayəsində buyurur ki, mən yuti'ir rasul fəqət əta'əllah. Hər kim Peyğəmbərə itaət etsə, artıq o Allaha itaət etmiş sayılır. Yəni, Peyğəmbərə itaət, ulul əmrə itaət, Allaha itaətlə bu itaət məqamları nədir? Eynidir. Yəni, Allahdan olan əmr və nəhilər, Peyğəmbərdən olan nəhi və əmrlər, ulul əmrdən olan əmr və nəhilər sözsüz, sorğusuz, sualsız itaət olunmalıdır, əməl olunmalıdır. İtaətin həqiqəti budur. Yəni, əgər bu əmr və nəhi ki, Allahdandır, Peyğəmbərdəndir, ulul əmrdəndir, heç bir sorğu-sual olunmadan, niyə, nə üçün sualı verilmədən itaət olunması vacib bir məsələdir. Yəni, vacibdir ki, itaət olunsun. İtaətin həqiqəti budur. İndi belə bir sualla mövzunu davam etdirmək. Bir insan istədiyini özünə Allah seçə bilərmi? Yəni, bir nəfər və ya bir nəfər və ya bir nəyisə özünə Allah seçsin və ona itaət eləsin. Və yaxud da bir insan istədiyini və ya bir şəxsin iddiası ilə onu özünə Peyğəmbər seçə bilərmi ki, ona itaət eləsin? Yəni, belə bir səlahiyyət insanda varmı ki, özünə Allah seçsin, özünə Peyğəmbər seçsin və ya bir şəxsi özünə ulul əmr seçsin? Ki, yəni belə bir səlahiyyət, belə bir hüquq varmı, belə bir qayda qanun göstəriş varmı? Təbii ki, biz bu məsələyə İslam prizmasından yanaşırıq. Çünki qeyri-İslam əqidələrində deyək,
qeyri-İslam dinlərində deyək, yəni onlarda belə bir anlayış yoxdur. Məsələn, bütpərəstlərə baxsaq, bütpərəst hansısa bir daşdan, taxtadan özünə bir Allah düzəldir, ona itaət edir. Və ya müşriklər görsə Allaha şərik qoşurlar ki, biz qeyri-İslam əqidə deyək, din deyək, təriqət deyək ki, o prizmalarla işimiz yox. Bizim məqsədimiz, bizim yanaşmamız, təbii ki, Qurandan bəhs ediriksə, bizim də bu məsələ yanaşmamız İslam prizmasından olmalıdır. Yəni, İslam prizmasından baxanda, İslam məntiqi ilə baxanda bizim görən belə bir səlahiyyətimiz varmı ki, özümüz üçün Allah seçək, özümüz üçün Peyğəmbər seçək, özümüz üçün ulul əmr seçək və ona itaət edək. Əgər desək ki, bir insan özünə istədiyini Allah seçə bilər, necə ki, dediyimiz kimi, bütpərəstlərdir, müşriklərdir, onlar da bu cürdür, bu adi bir haldır. Amma İslam prizmasından biz deyək ki, bir insan əgər özünə bir istədiyini Allah seçə və ona itaət etsin. İslam məntiqi buna nə deyir? Ya müşrik deyər, ya bütpərəst deyər, ya kafir deyər ki, həqiqətən də belədir. Yəni, tək olan Allahdan başqasını ibadət etmək, itaət etmək ya bütpərəstlikdir, ya müşriklikdir, ya şirkdir ki, İslam məntiqinə ziddir. Yəni, bu, yəni, təvhid prizmasına ziddir. Deməli, tək olan Allaha bütün məxluqatı yaradan, bütün dünyanı idarə edən və bütün kainatı idarə edən, La ilahə illallahda olan o Allahın həqiqəti ki var, yəni bütün möminlərin ki, ayədə iman gətirənlərə xitab olduğuna görə indi mömindən deyirəm, amma ümumi götürəndə bütün dünyanın tək olan Allaha ibadət, itaət etməsi vacibdir. Amma ayə ki, indi möminlərə xitab olunur ki, mövzunu onun üzərində quraq. Yəni, bütün möminlərə vacibdir ki, La ilahə illallahda olan Allah ki, həqiqi Allah hansıdırsa, kimdirsə, yəni ona itaət eləsin. Və yaxud da eyni zamanda belə bir misal da vuraq. Yəni, bir insan özünə bir peyğəmbər seçə və ona itaət etsə, İslam prizması, İslam məntiqi buna nə deyir? Risalət ki, dinin zəruri məsələlərindən biri olduğu üçün, həmin şəxs dinin zəruri məsələlərinin həqiqətən olduğu kimi qəbul etmədiyi üçün və özündən bir peyğəmbər seçib ona itaət etdiyi üçün, Allahın seçmədiyi bir peyğəmbərə itaət etdiyi üçün, risalət də İslam dininin zəruri məsələlərindən biri olduğu üçün, bir şəxs bunun əksinə gedərsə biz nə deyərik? Yəni, İslam məntiqi nə deyir? O şəxs dindən çıxmış sayılır. Yəni, Rəsula da itaət, o Rəsula itaət vacibdir ki, onu Allah seçir. Allahın seçdiyi Rəsula iman gətirmək və ona itaət etmək bütün dünyaya, dediyimiz kimi, bütün dünyaya, bütün müsəlmanlara, bütün insanlara vacibdir. Amma dediyimiz kimi, ayə iman gətirənlərə xitab olduğu üçün ki, mövzunu ondan kənara çıxmayaq. Yəni, bütün iman gətirən möminlərə vacibdir ki, Allahın seçdiyi Peyğəmbərə itaət eləsin. İndi gələk ulul əmr məsələsinə. Əgər desək ki, ulul əmri bir insan və ya bir neçə nəfər seçə və ona itaət etsə, bu təvhid və risalət məsələsinə zidd oldu. Yəni, necə ki, bir insanın ixtiyarı olmadı, necə ki, bir insanın səlahiyyəti olmadı, özünə Allah seçsin, ona itaət etsin və ya özünə Rəsul seçsin, ona itaət etsin. Belə bir səlahiyyət olmadığı kimi, yəni, ulul əmri seçmək də səlahiyyəti yoxdur. Mümkün deyil ki, Allah bizim ixtiyarımızda qoymasın, biz Allahı seçək, Peyğəmbəri seçək. Bu, bizim səlahiyyətimizdə olmadığı bir halda ulul əmr məsələsinə gəlincə desin ki, özünüz seçin, kimi istəyirsiniz seçin, ona itaət edin. Ki, bu mümkün olan bir hal deyil. Dedik ki, niyə? Çünki itaət elə bir məsələdir ki, yəni itaət ediləsi şəxs, itaət olması şəxs Allahın sözünü deyir, Allahın hökmünü çatdırır. Biz özümüz Allah seçmək qüdrətinə malik olmadığımız halda, Peyğəmbər seçmək qüdrətinə malik olmadığımız halda necə ola bilər ki, biz ulul əmri seçək? İndi belə bir səlahiyyətimiz deyək ki, var. İndi bu cəhətdən yanaşaq ki, Allah ulul əmri seçməyi bizim ixtiyarımıza verir. Bizə belə bir səlahiyyət verir. Tutaq ki, belə bir səlahiyyətimiz var. İndi buna bu sualla belə bir aydınlıq gətirək, sual verək ki, əgər bir ölkə, məsələn, yığışdı, möminlər yığışdı, özünə ulul əmr seçdi. İndi görəsən, başqa ölkənin möminlərinə də vacibdir ki, o ulul əmrə itaət etsin. Neçə kilometr uzaqda olan möminlər, müsəlmanlar ki, yaşayır, görəsən, onlara da vacibdirmi ki, başqa bir ölkənin seçdiyi ulul əmrə itaət etsin, ya yox?
Əgər desək ki, bəli vacibdir, yəni bir ölkənin möminləri bir yığışdı, bir ulul əmri seçdi və bütün dünya müsəlmanları üçün möminlərinə vacib ki, ona itaət etsin. Desək ki, bəli, yəni vacibdir. Bu nə Qur'an-ı Kərimdə, nə də sünnədə öz əksini tapmır. Yəni Qur'an məntiqində belə bir şey yoxdur və hədisdə, yəni sünnədə də belə bir göstəriş yoxdur. Deməli bu cavab nədir? Qur'an və sünnənin əksinədir. Yox, əgər desək ki, yox, vacib deyil. Məsələn, hər ölkə özünə ulul əmr seçməlidir. Bu da Qur'an və sünnədə öz əksini tapmır. Niyə? Çünki əgər bir ölkədə ulul əmr seçilirsə, məsələn, bir misal vuraq, 10 ölkə yığışdı, hərəsi özünə ulul əmr seçdi. Onda belə çıxır ki, bu ölkənin ulul əmrinin verdiyi hökm ancaq o ölkənin möminlərinə aiddir. Bu birisi ölkənin də ulul əmri hökm verərsə, onun hökmü bu bir möminlərə aiddir. Yəni burada neçə ulul əmr əməl seçilir və hərənin də verdiyi hökmlər ayrı-ayrı ola bilər və bu da Qur'an və sünnənin ziddinə deyil, əksinədir. Yəni bu cavab da Qur'an və sünnədə öz əksini tapmır. Nəticə nə olur? Nəticə bu olur ki, bütün möminlər tək olan Allaha itaət etməlidir və Allahın seçdiyi tək Rəsula itaət etməlidir. Eyni zamanda bütün iman gətirənlərə vacibdir ki, Allahın seçdiyi ulul əmrə itaət etsin. Çünki dediyimiz kimi, ulul əmrin, Peyğəmbərin sözü, yəni Qur'an məntiqi ilə baxdıq, Peyğəmbər Allah nə buyurur? Deyir ki, Peyğəmbər haqqında وَمَا يَنْتِقُ عَنِ الْهَوَا إِلَّا وَحْيٌ يُوحَى ki, Peyğəmbər öz həvai həvəsindən, öz nəfsindən danışmır. Danışdığı ancaq vəhy idi ki, ona vəhy olunur. Yəni, Qur'an-ı Kərimin məntiqinə görə Peyğəmbərin sözü Allahın sözüdür, Peyğəmbərin nəhyi Allahın nəhyidir, Peyğəmbər hər nə desə Allahın vəhyi əsasındadır. Yəni, belə deyək, ulul əmr və risalət, rəsul, onlara itaət etmək başa bağlıdır Allaha itaət etmək. Yəni onların sözü Allahın sözüdür, onların əmri Allahın əmridir, onların nəhyi Allahın əmridir. Yəni bizim belə bir səlahiyyətimiz, belə bir ixtiyarımız yoxdur ki, biz özümüzdən bir ulul əmr seçək. İndi bəs ulul əmr kimlərdir? Ki, təbii ki, bu tarix boyu bu məsələ alimlərin müzakirəsində, mübahisəsində, yəni müzakirə-mübahisə obyekti olub və həqiqətən də öz əksini tapan bir məsələlərdəndir ki, ulul əmr Peyğəmbər əhl-i beytinə, Peyğəmbərdən sonra birinci Əmir-əl-Müminin İmam əleyhissalam olmaqla Peyğəmbər zürriyyəsindən olan 12 imamdır. Ki, bu haqda çoxlu hədislər var. Hamısını nəql etmək təbii ki, indi vaxtdan kənar olar. Amma bir hədisi qeyd etməyi istəyirəm. Məcmuul Bəyan təfsirində belə bir hədis nəql olunur. Ulul əmr, həmin Nisa surəsi 59-cu ayənin təfsirində buyurur ki, Ənə ulul əmr hum min əli Muhammed. Ulul əmr Muhammedin ailəsindəndir. Onlar Peyğəmbərin, yəni Muhammedin ailəsindəndir. Əvcəbəllahu taətəhum bil itlaq. Allah onlara mütləq şəkildə itaat etməyə vacib buyurub. Mütləq şəkildə nə? Yəni onların sözünə şək şübhə olmaz, onların dediklərində şək şübhə olmaz. Yəni onlar hər nə desə Allahın sözünü deyir. Kəma əvcəbə taətəhu və taətə rəsulih. Necə ki Allaha, yəni özünə itaəti vacib buyurub və Allahın rəsuluna itaəti vacib buyurub mütləq şəkildə, həmçinin yəni Ali Muhammedin ailəsindən olan ulul əmr ki var, mütləq şəkildə onlara itaəti də vacib buyurub. Bir və la yecuzu ən yucəbəllahu taətə əhədin ələl-itlaq illa mən səbətət ismətəhu. Allah vacib etməz o şəxsə mütləq şəkildə itaəti, yalnız onun isməti, məsumiyyəti sabit olmasa. Yəni bir insanın məsumiyyəti sabit olmasa, Allah mütləq şəkildə itaəti vacib buyurmaz ki, ona itaət olunsun. O şəxsin ki, isməti, məsumluğu sabit olub, Allah o şəxsə itaəti mütləq şəkildə vacib buyurar. Və ulimə ənnə batinahu kəzahirihi. Və məlum olar, bilinsin ki, o şəxsin, yəni o şəxsə ki, itaət vacibdir, ulul əmrdir, onun batini də, zahiri də eynidir. Yəni batində başqa, zahirdə başqa yox. Yəni zahiri və batini eynidir. Və əminə minhul qələt vəl-əmru bil-qəbih. Və amanda olasan, əmin olasan ki, o şəxsdən səhv, qələt işlər baş verməsin və qəbih işlər də ondan baş verməsin.
Və leysə zəlikə bihasilin fil umara vələl ulema. Yəni bu hal nə əmirlərdə, nə də alimlərdə baş verməz. Bu yalnız və yalnız Allahın itaat etməsi vacib buyurduğu o şəxslər ki var, Peyğəmbərin əhl-i beyti ailəsindən olan 12 imam, bu hal ancaq onlarda sabit olub. Ona görə Ali Muhammədə, yəni 12 imama mütləq şəkildə qeydsiz, şərtsiz itaat etmək Allah vacib buyurur. Sonda belə bir mətləblə mövzunu tamamlamaq istəyirəm. Peyğəmbərə itaət necə ki Allaha itaətdir, Peyğəmbərin sözü necə ki Allahın sözüdür, eyni zamanda ulul əmrə itaət Allaha itaətdir, ulul əmrin sözü Allahın sözüdür. Belə bir səlahiyyətə kim sahib ola bilər? Ancaq və ancaq Allahın seçdiyi, Allahın təyin etdiyi şəxslər belə bir səlahiyyətə sahib ola bilər ki, onun sözü birbaşa Allahın sözü olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.